Bax, bu Venezuelalı qaqaş var ha. Bu öz zamcı kəllədir. Mənim bu əmim oğlu yoxdur, bu Rusiyada olan. Onun tanışıdır bu. Bu kripto, bitcoin, bizə necə bilir bunlar? Hə, dövründə kripto deyir. Bitcoindir, kriptodur. Biz yatmışıq fil qulağında. Mənə bax, sən gəl o səndəki pul var ha. Ondan 5000 ver mənə. Eşitsən mən. O 5000-i verin bu Venezuelalı qaqaşa. O 5000-i bir həftə 10.000 eləməsə, Venezuela dilində nə söyüş bilirsən ha, hamısını söy mənə. Qardaşım, axır ki bir işimiz yolunda getdi. Baxıram bizim coin-ciyə 5000-dən 8000-ə qalxıb. Sənə deyirəm qaqaşıva güvənmə, güvənmirsən. 4 günə görsən uşaq 3000 qaba. Qulaq as, biz bu pulu bir həftə yox, 2 həftə saxlasaq, biraz da artıq pul götürə bilərik. Ya biraz səbirli olsun, niyə götürmürük? Prosta sən çox səbirsiz adamsan. Sırası tıncıqdırırsan. Alo. Bu Venezuelalı göt nə işlə məşğuldur? Bizim coin 9700-ə düşdü. Valla mən nə bilim. İnan olsa mən də məhtəl qalmışım. Satıram, zəhənnəm edirəm mən bunu. Bırak bir dənə dayan da, biraz səbirli ol. Nə səbir, 700 manat qalıb, birazdan heç o da qalmayacaq. Bax